Hər kəsə salam. İnci Baxşəliyevanın 5-ci 8-ci siniflər üçün olan kitabından səhifə 58-də tapşırıq 8. Oxuyuram, tərcümə edirəm və birlikdə tapaq. Birinci, mənim ehtiyacım var az pula. Sən biraz mənə borc verə bilərsən. Kimdənsə borc istəyirsə, deməli bunda yoxdur ki, borc istəyir də. Əgər yetəri qədər pulu olsa başqasından borc istəməz axı. Biz də dedik ki, a little az, amma yetəri qədər az. Little az, amma yetəri olmayan qədər az. Deməli bunda yetəri deyil ki, bu başqasından borc istəyir. Ona görə birdə cavab olur little. Deyir, mənim az pulum var, yəni mənə yetəcək qədər yoxdur. Ona görə sən mənə borc verə bilərsən biraz. 2. Burada ikisi də olar. Çünki burada başda, ayaqda heç bir cümlə yazmayıb deyə few da olar, a few da olar. 3. Mənim var az dostum burada. Biz həmişə birlikdə vaxt keçiririk. Biz birlikdə vaxt keçiriksə, deməli mənim dostum kifayət qədər azdır, yoxsa kifayət olmayan qədər az. Əgər birlikdə oynamaq, birlikdə vaxt keçiririksə, deməli azdır, amma mənə bəs edəcək qədər azdır. Bəs edəcək qədər az, kifayət qədər az, a few. 4. Var idi qonaqlar partidə. Host evdə qonaq eləyən adam demək, yəni qonağı qarşılayan adam. Yəni evdəki adam, yəni qonağı qarşılayan adam unhappy, xoşbəxt deyildi. Əgər xoşbəxt deyildisə, deməli az qonaq var idi də, kifayət olmayan qədər az. O qədər az imiş ki, ev yiyəsi üzgün imiş. Ona görə cavab olur few. 4. You don't have to hurry. Sən tələsməli deyilsən, tələsməməlisən. Deməli, there is vardır biraz tıxac at this time of the day. Günün bu vaxtında biraz tıxac olur. Əgər tələsmə deyirsə, deməli az tıxac var, yoxsa çox tıxac var. Deməli az tıxac var. Yəni tıxac o qədər azdır ki, deyir tələsmə. Deməli kifayət olmayan qədərdir də. Əgər kifayət qədər tıxac olsaydı, deyərdi tələs. Tıxac var, amma kifayət qədər tıxac var. Deməli, deyir, kifayət qədər tıxac yoxdur, havaydan tələsmə. Boş-boşuna tələsmə, yəni. Ona görə cavab olur little. 6. You have a little... Aha. Sənin testi bitirmək üçün az vaxtın var. Sən daha sürətli yazmalısan. Faster sözü, daha sürətli. Daha sürətli yazmalısansa, deməli az vaxtın qalıb. Deməli, yetəri olmayan qədər az vaxtın var ki, daha sürətli yazmalısan. Əgər yetəri qədər az vaxtın olsa deyərdim tez-tez yaz. Yox. Deməli, yetəri olmayan qədər az vaxtın qalıb ki, daha sürətli yazmalısan. Ona görə olur little. 7. Vardır az ağac bizim məhəlləmizdə. Biz əkəcəyik gələn yaza bir qədər daha çox. Deyirəm ki, ay uşaqlar, məhəlləmizdə ağaclar var, amma bizə bəs eləyir. Çünki hər ağacdan bir dənədir. Deyirəm, məhəlləmizdə az ağac var. Bir dənə alma, bir dənə armud, bir dənə karlyok bizə bəsdir. Onda onlarda few. Bir də deyirəm, ay uşaqlar, məhəlləmizdə az ağac var. Gələn yaza təzələrini əkməyə planlaşdırıram. Gələn yaza təzə ağaclar əkəcəm. Deməli, kifayət qədər olmayan qədər azdır ki, mən gələn yaza təzəsini əkməliyəm də. Ona görə olur few. 8. Can I speak? Aha, mən səninlə danışa bilərəm. Bir qədər, yəni biraz daha artıq dəqiqə. Yəni biraz daha çox danışa bilərəm. Əgər Məhəmməddən, əgər İlqardan, əgər İbrahimlə daha çox danışmaq istəyirəmsə, mənə yetəri qədər vaxt lazımdır, yoxsa yetəri olmayan qədər vaxt. Deyirəm, 5 dəqiqə gözlə, səndən işim var. O 5 dəqiqə deməli mənə bəs eləyəcək ki, o sözü deyirəm. Yəni yetəri qədər vaxt lazımdır ki, mən sənə söhbətimi eləyə bilim. Ona görə burada cavab olur a few. Ümidvaram ki, hər şey aydındır. Bu testimizin izahı bu qədər.